Uşaqlar, bugün biz mimika və jestlər dərsini keçəcəyik. Bizim hər gün gündəlik etdiyimiz hərəkətlərdir, sifətlərimizin quruluşudur. Onları bugün biz daha aydın şəkildə hiss edəcəyik və keçəcəyik. Hiss və emosiyalardan asılı olaraq üzümüzün ifadəsi dəyişir. Buna mimika deyilir. Bəzən biz danışarkən əl-qol hərəkətlərindən istifadə edirik. Öz fikrimizi daha qabarıq şəkildə çatdırmaq üçün əl-qol hərəkətlərindən istifadə edirik. Buna isə jest deyilir. Bugün siz mənim üçün hərəkətlər göstərəcəksiniz. Daha doğrusu mimikalar. Həmin mimikaları mənə göstərsəniz çox şad olaram. Hazırsınız? Bəli. Yaxşı, o zaman bir qəzəbli durun görüm. Qəzəbli, hamı qəzəblənir. Vay. Hamı qəzəblənir. Nə qəzəblənmişsiniz ay uşaqlar? Yaxşı, bir dənə sevincli durun görüm bəs, sevincli. Bəh. Nə qəşəng sevincli durursunuz. Gördünüz uşaqlar, ayaqlarım qəzəbli idi, siz də sevinclisiniz. Aferin sizə. Yaxşı uşaqlar, yuxulu durun görüm, yuxulu. Yuxuluyursunuz gəlir. Ay, hamısı. Vay. Yaxşı. Kədərli durun görüm, kədər. Nə olub sizə? Niyə kədərlənmisiniz? Nə olub mənim balalarım kədərlənir? Vay. Nəsə olub demirlər. Ay inci, nə olub? Vay Fatimə, nəfis kədərlənmisən. Yaxşı uşaqlar. Bəs qorxulu durun görüm. Qorxulu. Nədən qorxursan? Ay Ayaz, nədən qorxursan? Nə olub sənin? Nədən qorxursan? Vay, balalarım nədənsə qorxublar. Vay. Yaxşı. Bir ciddi durun görüm, ciddi. Bəh, nə qəşəng çıxdı uşaqlar bunlar. Nə sərgərdə, nə təmizdirlər. Aferin olsun sizə. Ciddi durublar. Nəysə, olub ki, bunlar ciddi durublar. Yaxşı uşaqlar, həyəcanlı durun görüm, həyəcanlı. Nə olub? Nə həyəcanlanmısınız? Artıq siz burada əl hərəkətlərindən də istifadə etdiniz. Həyəcanlanmısan, ay Fərid, nə olub sənə? Rahim, nədə həyəcanlanmısan? Nə olub? Nəysə həyəcanlanmısınız. Artıq burada siz jestlərdən də istifadə etdiniz. İndi gəlin, jestlərə aid mən cümlə deyəcəm. Siz onu jestlərlə göstərəsiniz. Deyinmi şərəbə? Qarabağ Azərbaycandır deyin görün, nətər deyirsiniz? Ucadan deyinin. Aferin sizə. Həm siz sevincinizi sifətinizdən, mimikanızdan bildirdiniz, həm də əl hərəkətinizdən jestlər edərək bildirdiniz. Öz hiss və emosiyalarınızı daha qabarıq şəkildə göstərdiniz. Buna mimika və jestlər deyilir. Yaxşı uşaqlar, bir dənə də bir söz deyim. O əlləri iki qaldırıb yumruq şəklində deyirsiniz ha. Bir də eləyək. Qaldır. Ay sağ ol. Görürsünüz nə qədər sevinirsiniz. Sevincinizi əllərinizlə, danışığınızla, sifətinizlə göstərirsiniz. Görürsünüz necə maraqlı görsənir. Hər gün siz bunlardan istifadə edirsiniz. Amma belə mimika olduğunu, jest olduğunu bilmirsiniz. Bu günlərim daha dəqiq öyrəndik ki, jestlər əl-qol hərəkətidir, mimika sifət hərəkətidir. Oldu? Yaxşı, biz sağollaşıq, görə nəfəs sağollaşırsınız. Bax, bu da jestlərdir. Sağ ol. Uşaqlar, bax sizə verdiyim iş vərəqləri var ha. Bax o iş vərəqlərində siz oradakı uşaqları qəzəbini, sevincini, kədərini, bax onları birləşdirib görək kim düzgün edəcək. Buyurun. Nə görürsən Fərid? Baxın gör. Baxın Fatih. Nə üçün bax sən? Mənə deyə görüm nə üçün bax bunu götürdün, kədərliyə gətirdin. Ağlama forması görsən, üzünün mimikasından başa düşdün, eləmi? Ay Rahim, nə üçün bax bu qızı gətirdi sevincli sözlə? Bəs bu oğlan? Baxın, görək düzürlər. Aferin. Ay Leyla, sən mənə de görüm qızım. Bax bu şəkili niyə gətirdi əsəbiyyət qoyursan? Əsəbləşi, baxın görüm. Həqiqətən də olan əsəbləşi yüksək düşür. Eləmi? Uğur, sən mənə de görüm. Bax bu qızı niyə gətirdi bu sözünə qoyursan? Nə bilirsən? Baxın görüm. Həqiqətən də qız yatmaq istəyir, yüksək gəlir. Ay Aysun. Əsəbləşir. Ay Səlim.